Rusiya vurulan Azal təyyarəsi ilə bağlı cinayət işinə xitam verdi. Rəsmi Bakının sualları var. Report xəbər verir ki, bunu Xarici İşlər Naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə Rusiya İstintaq Komitəsi tərəfindən Azərbaycana Azalın təyyarə qəzasının istintaqı ilə bağlı məktub göndərilib. Məktubda bizim üçün çox ciddi, təəccüb doğuran məqamlar vardı. Əsas məsələ o idi ki, məktubda artıq cinayət işinə xitam verildiyi qeyd olunurdu. Şübhəsiz, belə bir addım bizdə çox ciddi suallar doğurur və sözü gedən məktuba müvafiq qurum tərəfindən lazımi cavab göndərilib. Nazir vurğulayıb ki, Azərbaycanın Azal təyyarəsinin qəzaya uğraması ilə bağlı gözləntisi Rusiya tərəfinin öhdəliklərini icra eləməsidir. Qeyd eləyək ki, Qazaxıstan tərəfinin yaydığı hesabatdan Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyindən də görünür ki, Aktauda qəza inişi eləyən Azal təyyarəsi hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə, konkret olaraq vurulma nəticəsində idarə etməni itirib və qəzaya uğrayıb. Rusiya prezidenti Vladimir Putin oktyabrın 9-da Düşənbədə Prezident İlham Əliyevlə görüşündə təyyarənin vurulduğunu etiraf edib, Vladimir Putin Rusiya tərəfinin bütün müvafiq kompensasiyaları ödəyəcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verəcəyini vəd eləyib.